və bu günlərin sonunda Ərəfə günü gəlir. Ərəfə günü, hansı ki, Müslümdə hədis gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Siyamu yevmi Ərəfə əhtəsibu aləllahi ən yükəffirə sənətəl qabləhu və sənətəlləti bə'də. Ərəfə günü oruç tutmaq bir il keçmiş və bir ildə gələcək günahlara kəffarədir, bağışlanmasına səbəbdir. Görün, nə gözəl günlərdir. Və çalışmalıyıq ki, bizim üzərimizə düşən odur ki, bu günləri dəyərli keçirək. Oruç tutmaqla, xeyr əməllər etməklə, ibadətlərimizi daha da artırmaqla və sədəqələri artırmaqla və başqa günlərdən daha fərqli bu günləri daha dəyərli, daha gözəl keçirməliyik. Çünki xeyirli günlərdir, əzəmətli günlərdir və ildə bir dəfə bu günləri mömin yaşayır. Bizlərə də tövsiyə olunan odur ki, bu günləri xeyirli yaşayaq, gözəl yaşayaq. Ola bilsin ki, Allah subhanehu və teala bizləri qəbul etsin, günahlarımıza kəffarə olsun. Necə ki, hədisdə də gəldi ki, Müslümdə gələn hədisdə, Ərəfə günün orucu günahları bağışlanmasına səbəbdir. Və müminin bu dünyada ondan daha çox istədiyi heç nə yoxdur. Hər birimiz istəyirik ki, günahlarımız bağışlansın. Allah subhanehu və teala bizləri əff etsin. Və bu da fürsətdir bizim üçün. Ərəfə orucu və həmçinin də bu günlərdə etdiyimiz bütün əməllər, bu xeyir əməllər bizim üçün çox faydalıdır və günahlarımız üçün, günahlarımızın bağışlanması üçün çox böyük bir fürsətdir. Allah hər birimizə bu günləri gözəl keçirməyə müvəffəq etsin. Allah subhanehu və teala bizləri bağışlanan qullarından etsin.